Cəmaət içməyə su tapmır, amma burada isə su yol axır. Bu çoxdan axır buradan. Bu bugünkü, dünənki deyil. Bu ev suyun içindədir. Belə olmaz axı. Gəlirlər baxırlar, icazə vermirlər ki, asfalt körləyirlər. 3-4 dəfə belə qazıblar, çuy vurublar, çıxıb gedirlər, yenə də su gəlir. İcra hakimiyyətinə gedirsən, qapıdan qovulub. Xırdalan şəhər Cami küçəsindəyik. Burada yolun ortasında içməli su axır gedir. Sakinlər deyirlər ki, uzun müddətdir ki, vəziyyət belədir. Aidiyyatı qurum əməkdaşları isə ərazidə olur, baxır, gedir, amma problem olduğu kimi qalır. Bu çoxdan axır buradan. Bu bugünkü, dünənki deyil. Qazıtdırdılar, elədilər, gəldilər. O ev yəsi öz cibindən xərc çəkdi. Asfaltdadı, elədi ki, qutardı. Yenə tezdən gəlir, başlayır, axır buradan çıxır gedir o belənçi. Təmiz sudur, içməli sudur. Hamısı axır gedir kanalizasiyaya. 5 gün, 15 gün gecici verəndə, borcu yığılanda gəlir, deyirlər ki, kəsirik suyumuzu. Bu elə axır gedir də bu da, qardaşım, bu elə düzəldin, geçsin də. İnsanların özümüzdə də əliyərik bunu. Yeri qazıdın, gəlir icrası, gəlir polisi, olmaz. Bu problem çoxdandır. Heç kəs də buna məhəl qoymur. İcra hakimiyyətinə gedirsən, qapıdan qovulub elədiyi gedirsən elə. Su idarəsinə gedirsən elə. Su hamısı gedir səkin altına. Bu ev suyun içindədir. Belə olmaz axı. Hələ su qabaqda idi, gəldi arxaya. Su suyun içindədir. İşləyə bilmirəm. Su idarəsindən də gəlirlər, qazırlar, çöllər çıxıb gedirlər. 3-4 dəfə belə qazıblar, çuy vurublar, çıxıb gedirlər, yenə də su gəlir. 1000 dəfə şikayət etmişik. Qaynaq xəttə də demişik. Nəticə yoxdur da. Yox, nəticə yoxdur. Çoxdan var qardaş. Ana xətt partlayır. Gəlirlər baxırlar, icazə vermirlər ki, asfalt körləyirlər. İcazəni kim vermir? İcra hakimiyyəti qoymur da asfalt taxtmağa. Yəni bura gəlirlər də, yəni baxırlar, hə? Baxırlar, hamısı bilir, lap yaxşı bilirlər hamısı. Məsələ Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinin mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Məlumat üçün bildirək ki, şəhər ərazisində hər hansı bir qəza halının qarşısının alınması üçün aidiyyəti qurumlardan qazıntı üçün icazə alınması mütləqdir. Sözügedən ünvanda bir neçə gün öncə yaranan çətinlikdən idarə məlumatlıdır və hal-hazırda qəza qrupu tərəfindən işlər aparılır. Məsələ öz həllini tapacaqdır.